Salam aleykum değerli dostlar, hoş gördük hamınızı. İxtisar ilə əlaqəli bir şey demək istəyirəm. El arasında ixtisar anlayışı elə yaygın hala gəlib ki, güya bir adam hansısa məsələni həll eləməkdən ötürü ixtisar eləməlidir. O ixtisarçıların yanına gedir və deyir ki, mən evlənəcəyəm, uşaq sahibi olacağımı və yaxud da Rusiyaya gedəcəyəm, iş sahibi olacağımı, bunu eləsəm necə olar kimi ixtisarlar eləyirlər. Və həmin ixtisarçı adam da ona danışır, belə olacaq, belə olacaqlar kimi. Bu hamısı nağıllardır, hamısı haramdır. Buna Qur'an-ı Kərimdə Allah Teala deyir ki, bənzər ayə var. Fal oxları və şans aramaq sizə haram edildi. Fal oxları. Şans aramaq nədir? Şans aramaq insan öz evlənəcək, uşaq sahibi olacaqmı, qabaqcadan öyrənmək istəyir, olacaqsa evlənəcək. Rusiyaya gedəcəm, bu qədər pul buraxacağım, bu qədər mal buraxacağım, bu iş baş tutarmı, tutmazmı birinci öyrənir, sonra işini görür. Bu nə anlayışdır? Allah Teala Qur'an-ı Kərimdə gələcəyi, hər bir insanın bir saniyəsi belə deyir ki, gələcək qeybdir. Heç kim bunu bilə bilməz, danışa da bilməz. Qur'an bizə gələcəyi danışan kitab deyildir. Qur'an bizi insanı əxlaqlı, şərəfli, gözəl, tərbiyəli adam edən kitabdır. Bəzi ixtisarçılar Qur'anı sui-istifadə edərək qazanc halına gətiriblər və bunu da bir məslək halına gətiriblər, ixtisarçı deyə. Bax gör orada mənim haqqında və digər deyir ki, nə baş verəcəyi danış. İxtisarçıya zəng edib deyir ki, ixtisarçı da bilmirəm bu nə qədər, necə eləyirlər, bilmirəm mən bunları, cahil adətlərdir belə. Bildiyim qədərilə, eşitdiyim qədərilə hansısa təsbihi qabağa çevirirlər, sonra dala çevirirlər, sonra hansısa sayını tamamlayırlar, dayanan yerdə o çarxıpələk kimi 500 puan, 1000 puan. Dayanan yerdə deyirlər, ha bu olmayacaq, sən evlənmə, uşaq olmayacaq və yaxud da sən Rusiyaya gitmə, pul qazanmayacaqsan, işin doğru görsənmir. Bu hamısı fal oxlalıdır, hamısı haramdır. Şans aramaq deyə, gələcəyi axtarmaq, araşdırmaq deyə bir anlayış İslamda Allahın dininə yoxdur. Müsəlman belə cahilliyyəti eləməz. Bəzi hədis uydurmaçıları da ixtisar ilə əlaqəli belə bir uydurmanı da önə sürüblər ki, ixtisar elə, gecə vaxtı yat, sonra gecədə yuxuda nəyi görsən, səhər o başına gələcək kimi belə uydurma bir hədis də var. İxtisarın özü Allah'tan xeyirlisi istəmək deməkdir. Hər bir zaman, hər an, maşın sürəndə, yeriyəndə, danışanda, yemək yeyəndə, harda olursunuzsa olun, namaz qılanda, hər hansı bir vaxtda insanlıq üçün bir xeyirli bir şey elədiyiniz təqdirdə, yaxşı bir şey elədiyiniz təqdirdə, bir dua elədiyiniz təqdirdə o ixtisar olar. Allah rızası üçün edilən bir şeyə ixtisar denilir. İxtisar budur. Allah'tan xeyirlisi diləmək deməkdir. Amma bunu yorumlayaraq insanların gələcəyi danışmaq kimi anlayışları ortaya sürmək, buna Allah'ın dininə iftira atmaqdan başqa bir şey değildir. Bu magiyaçılar, seyirbazlar, şans oxları, hansısa digər ulduz falları, Qur'an-ı Kərim bunları hamısını haram edir. Qur'an gələcəyi danışan, həyatı danışan, bunu eləsən bu başına gələcək danışan və ya tibbi xəstələri sağlayan kitab değildir. Qur'an bizim həyat yolculuğumuz kitabıdır və oxuyub anladığımız təqdirdə Qur'anı zikr eləmiş oluruq. Yoxsa la ilahe illallah yüzlərcə, minlərcə dəfə zikr eləmək, təsbih çəkmək zikr deyildir. Zikr Qur'anı anlayaraq, beynimizdə yaşadaraq, onunla yaşamaq, yaşatmaq, yaşaya bilməkdir. Əfsuslar olsun, tərcümə səhvləri də vardır. Tərcümə səhvləri də mövcuddur Qur'an-ı Kərimdə. Deyə biləcəyim tərcüməçilər Abdülaziz Bayındır, Mehmet Okuyan, Muhammed Nur Doğan,
Sonra belə tərcümələrə baxa bilərsiniz. Yaşar Nuri Öztürk. Bunlar araşdırıblar, baxıblar, görüblər, tərcümə səhvləri var və tərcümə səhvlərini düzəldiblər. Ey ağıl sahibləri, ixtisar Allahdan xeyirlisini diləyin və təsbih çəkərək, Qur'anı açıb insanlara onun gələcəyi, bunun gələcəyi danışaraq bu cahiliyyətdən uzaq durun. Bu İslamla, dinlə, Allahın dini ilə heç bir əlaqəsi olmayan şarlatanların işləridir. Heç kim, heç kəsin gələcəyini danışa bilməz. Heç özü də bilmir, o ixtisar eləyənin özü də, gələcəyi danışan adamın özü də bilmir bir saniyədən onun başına nə gələcəyini. Biz hamımız hər bir hadisə üçün, hər bir xəstəlik üçün, hər nə üçün, ölümə də biz hər zaman daim hazır olmalıyıq. Qur'an-ı Kərimdə Allah Teala bizə necə deyir? Biraz qorxu, biraz aclıq, mal və can nöqsanlığıyla sizi imtihan eləyəcəyim. Axırda ölümlə nəticələnəcək bu imtihan həyatı. İmtihan həyatında çətinliklər də var, narahatçılıqlar da var, xəstəliklər də və digər hadisələr də var. Ancaq Allah Teala heç kəsə daşıya bilmədiyindən artığını yükləməz. Allah Teala hər kəsə daşıya biləcəyi qədər hər hansı bir imtihan məqsədi ilə çətinlik verər, çox verməz. Biz əgər qaldıra biliriksə 50 kilo, maksimum deyək ki 70 kilo, 100 kilo, Allah Teala bizim üzərimizə 200 kilo yükləməz. Biz nə qədər qaldıra biliriksə, biz ancaq o qədər Allah Teala, məcazi mənada deyim mən, biz 10 kilo qaldıra biliriksə bizi Allah Teala 100 kilo ilə yükləməz. Deməz ki, bunu da daşıyacaqsan. Bunun üçün Qur'anı anladığımız təqdirdə həyatımız bizim çiçəklənər, həyatımız gözəlləşər, həyatımızda dəyişikliklər olar, insanın beyni təmizlənər, ağlı, ruhu qidalanar. Ətraf mühitində bəzən insanlar istəməzlər ki, Qur'anı anlayan dilində kimsə danışsın. Bundan narahat olan bir çox insan var və Qur'anı anlaşılmaz və ancaq savab məqsədi ilə oxudulan kitab kimi gətiriblər. Tərcümə səhvləri deyiblər. Bir çox məzhəbçilərin dalınca gedənlərin bir çoxu tərcümə səhvlərinə yol veriblər ki, Qur'anı oxumasınlar. Oxuduğu təqdirdə tərcümə səhvləri gördüyündə bir daha adam onu oxumaz. Bayaq çataldığım insanların tərcümələrini oxuya bilərsiniz istəyirsinizsə. Ancaq zikr Qur'anı anlayaraq beynimizdə yaşatmaqdır və gələcəyi danışıram deyə təsbih çəkərək hansısa ixtisarları etmək kimi cahillikdən də uzaq duraq. Və bunun kimi cahilliklərə də müraciət etməyək. Yalnız müraciəti Allaha eləyək. Allah hər zaman hazırdır. Bizim bütün dərdlərimizi, bütün dualarımızı, bütün murad arzularımızı dinləməyə Allah Teala daim hazırdır. Və biz hər zaman Allahı görürmüş kimi, Allah bizi görürmüş kimi yaşayaq. Və aleykum əssalam və rəhmətullah və bərəkatuhu.